bəşəriyyətin qoyduğu qanuna qarşı çıxırsınız. Bir xanım, bir bəyin dünya strukturunun, dünya qanununun, dirçəlişinin qaydasıdır. Bir bəyin yanında bir xanımın olması dünyanın inqilabıdır. Bəli, Yadda amma saxlayın. Söhbət, üzr istəyirəm, baxın, üzr istəyirəm. Bir xanım öz ayağı üstündə nə qədər dayansa, bəzi qadınlar, elə ona görə bəzi fəlakətlər baş verir. Bu günlərin bu xanım da öz ayağı üstündə dayanmaq istəyib, yəni öz ağlı ilə, düşüncəsi ilə o gəlib bu səviyyəyə, yəni bu işə, bu gördüyü o səhv işləri gəlib. Hey, bir qadının, söhbət qadından gedir, bir qadının yanında bir əsil kişi olmasıdır, olmağı lazımdır və olmalıdır. Bir kişinin yanında bir qadın olmalıdır və olması da lazımdır. İndi istisnalar başqa bir şeydir. Birinin həyatında bir başqa hadisələr baş verir. Fəlsəfə alimləri, bütün ailə institutunun dəyərli alimləri hamısı bir dənə yeşilli söz deyir. Əsl xoşbəxt xanım səhər həyat yoldaşını qapıdan yola salıb, əlbəttə. Axşam onun yolunu gözləyən, onun süfrəsini quran, onun çayını öz əllərindən qarşısına qoyan əsl Amma savadlı qadın olsun. Xanım odur. Bəli. Niyə? Bəzi evdə qadınlar savad olsun. Çünki o kişi sabah, o kişi sabah. Savad da yoxdur, amma əsl xoşbəxt bir xanım o demək deyil. Gəlin belə deyil. Yox, savad olmalıdır. Bəli, savad, yox, indi bəziləri var ki, savad da yoxdur da, yəni etiraf eləyək. Əlbəttə. Belə insanlar var. Yenə də güclü olmaq lazımdır. Amma ən gözəl xoşbəxt insan, o xoşbəxtçiliyi yaradan da yenə insan faktorudur.